Tamam. Qızım, hər vaxtın xeyir, necəsən? İyi akşamlar. Nasılsınız? Nə vermişdim sənə ən son? Deməli 1 saat 20 dəqiqəlik video baxmaq və sistemləri sizin kitabınızdan birinci mövzunu bitirmişəm. Onun birinci testini işləmisən, elə? Aha, 2.1 mövqeyi və mövqeyi. Baxaq onda. Cavablarını atmışdım onun sənə, yoxsa? Yox, atmamışsınız. Şey. Bir də bu testin axırında deyəsən səhvliyi var. 39-cu sualda. Hə, baxarıq ona, problem yoxdur. Şeyi başa düşmüsən, mövzunu başa düşmüsən? Aha, başa düşmüşəm. Çətin gəlmədi ki, Yox, yəni çətinlik olmadı. bircə saniyə. Cavabları tapım göndərim sənə. Yolladım cavabı. Bir dənə bax, yoxla tez. Daha bax.
Yoxladın inşallah. Çünkü bir dəqiqə axırındayam. Elimi yoxladım, bitirdim. Tamam kızım, baxaq. Hə, nəyin var deyinən baxaq. Aha. Səhifə 4-də 3-cü sual. 3. Aha. 0 yoxdur. Mövqe sistemi. Yəni Rum rəqəmlərində 0 var. Yox, yox. Mövqesiz say sistemi şey değildi ki, bizim yazdığımız say sistemi. Rumeli mövqeli değildi ki. Neçə? Benim Rum rəqəmləri mövqesiz say sistemi, mövqeli say sistemi değil ki. Yox. Rum mövqesizdir. Adi onluq ədədlər də mövqelidir. Ha, okey. Onda 12 başa düştüm. Sayfada 23. 23. Aha. 23. Əlifba say sistemləri. Bunlar da mövqesiz say sistemi. Bu nəzəriyyədə vermişəm. Nəzəriyyə atmamışdım sənə. Ee, Yok, 60'ız bir saatini izlemişim. Bir dəqiqəsi qaldı. Yox, onu bildimi. Video demirəm. Ha, Oxumaq üçün nəzəriyyə atmamışam. e, səhvlərim olsa atıb qoyarım. Ha, o problemdə. Bir saniyə göndərirəm qızım. Hə, biraz bildim. Gözdə qızım, bu dəqiqə say sistemlərini yollayaram. İndi hələ ki bununla idarə eləyərsən, sonra olacaq da
kitab əlində olanda rahat olacaq. Hə. PDF-ni yolladım. Mənim bazar günü təxminən saat neçədə orada olacaqsınız gəlib götürərdim. Mən günorta orada olacağım. Saat 1-dən sonra orada olacağım. Saat 1-dən sonra 3-ə qədər orada olursunuz. Hə, orada olacağım. Tamam. Sonra qızım, neçəyə baxaq? Sual. Şəhla. 32, 32, 32. Neredesin gelmişsin? Sesin geldi değil mi? Bəli, indi gəldi. Ha, Hə, neçə dedin? 32. 32. Ha, Burada məsələ nədir? Bax. 0, 1, 2, 3, 4, 5. İndi altını yazmaq üçün necə yazacağım? Qurtardan rəqəmlər. Bax, 6-nı yazmaq üçün yazacağım 1, 0. 7-ni yazmaq üçün yazacağım 1, 1. 8-i yazmaq üçün bildin nətər? 8-i yazmaq üçün yazacağım 1, 2. 9-u yazmaq üçün yazacağım 1x. 10-u yazmaq üçün yazacağım 1y. 11-i yazmaq üçün yazacağım 1z. Və sayı belə gedəcək. Başa düşdün? aha. Burada 6 yazın sonra şuradaki 10 olarak gelir böyle. Çünkü 1 sıfırdan. Necə? Ha, 6 yazmak için yani adi 1 sıfırdan gelir onda. Çiziyor. Bəli. Çünki rəqəmlərimizin sayı 6 dənədir də burada. Aha. Ondan sonra 33. 33. Kızım bu adi riyaziyyatda bildiyim bir şeydir. Qeyri-adi bir şey değil. Yığcam formada yazmaq üçün necə yazacaqsan? Bunu ləğv eləmək lazımdır da bizə, elə deyil. Ha, Deməli, verilen vergül nə qədər verilen aparacağıq? menfi 1, 4'te. 2, 3, 4. Bəli. 75 tam mində de bu. 23, 56. 10 mində 2356. Ha, ben dedim yazı tanıdık başka bir şey var ona göre. Aha. Ee, Bu 34'ü bayağı bir izah elədiniz. Ondan sonra mən bu 38'də 2 ilə 3 deyəsən səhvdir. Yazanan tapmamışam. Neçələ? 38-də? 38, 38. Okey. Deməli bu el 50-dir. Bu da 9, 59. 1-ə A, düzdür? Aha, DX, D 500'dür. Bu 510 eləyir. Yoxdur orada cavab. aha. X C'dəki 40 eləyir də. C 50'dir. C 50'dir. Yox, C 100'dür. Sorry. C 100, 90 eləyir bu, 90. 94. Ondan sonra 39'da da hem problem var. Ama orada səhv eləmirəmsə bir tane 2'dədir deyəsən. Neçədə? 2'də 39. Deməli birincisi 20'dir. İkincisi 1000-dən 100'ü çıxıram 1990-a. Bir de benim Da bu VM olan ne olur ki? İşte, necə? işte ne olur? 3'də 995. 1000-dən 5'in çıxdın da. Ha, ha, bu da 990. Tamam bunu yazdım. Aha, ondan sonra problem yoktu. Bunu işte bitirmiştim. Başka soru var. Çox bitdi. Ha, bitti. Hə, cəmi ilə 40 dənə işləmişdin, eləmi? Məktəbdə işlədim deyə çatdırmadım. Ben bir daha benim sınavıma bakmamışım hesaplara. Sonuna baxaq da. Sayısı. Gönderdiğiniz o bir iki daha sınav işlemeliyim. Birini işləyərik. O MC değil, şeydi, sayı sistemleriydi diyorsan.
R'ye Say, baxmaq. say sistemləri olmaz. Hansı R'ye bax. Say sistemlərini təzə keçmişəm ama atılara bax sınavına. R'ye baxın da hansı. İnformasiya və informatik prosesləriymiş. Hə, okey. İnşallah 25 dənə yazmışsan elə mi ondan? Aha. 4 səhv biri yazmalıyım. İkinci səhv Mən yazmışsan. də aha 2 ilə başlayırıq. Neçə? İndi burada Bəli. bax. 7 simvoldan ibarətdir, düzdürmü? 20 hərf və 10 rəqəmin kombinasiyası. Yəni 30 müxtəlif simvol var. Bu 2-nin üstündə 4-lə 2-nin üstündə 5-in arasında yerləşir. Yəni hər pikselin 5 bit. Elə deyilmi? Aha. İndi hər bir nömrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. İndi və bununla yanaşı deyir, hər bir simvol ayrı-ayrılıqda minimal mümkün bit sayı ilə kodlaşdırılır. Deməli, hər simvolun 5 bitdir. 7 simvolun nə qədər olacaq? 7-ni vururam 35. 5-ə, 35 bit. İndi 35 bit neçə tam bayt olacaq? 5 bayt. 5, 5. Çünki Aha. 4-dən çoxdur da. 8'e bölürük də. Bir nömrəmiz 5 baytdır. 50 nömrəmiz nə qədər olacaq? 5-i vuracağım 50-yə, 250. Ha, başa düşdüm. Başa düşdüm. Ondan sonra bu da 7 düz sıxıb 7-də elə səhvim var idi. Neçə? 7 düz sıxıb düz göstərirəm. 700 bax. Abi dedim ki ən uyğun gələni seçim o düz sıxıb. Burada belə olacaq da, məsələ. Deməli, Xaçmazla Mingəçevir deyirsə, ilk halda 2 yer var. Düzdür? Belədir də normalda. Tutaq ki 26 AA 0 26. Belə bir avtomobil nömrəsidir. İndi bu rayon kodunu bildirir. Bu adi koddur. Bu da hərflərdir. İndi rayon kodunu bildirən ilk 2 yer var. Düzdürmü? 74 var ya. 74 variant yok da. 74'ten ikisi var. Aydındır. Tamam. Aha. İkisi. Ona göre 2 vurulsun. 26 vuraq 26. Çünki hər hərf 26 hal vəziyyətdə ola bilər. Düzdürmü? Hı -hı. 2 tane yerim Bir var. də yerdə qalanlar hərəsi onluq ədədlərdir də. Yəni 10 vurulsun, 10 vurulsun, 10. Cavabımız olur. Başa düşdün? Aha. Başa düşdüm. Sonra Ondan 15. sonra 15. Aha. İstifadəçi klaviaturadan dəqiqədə 360 işarə sürəti ilə daxil edir. Deməli, 360 1 dəqiqədə. Deməli, 640 dəqiqədə daxil edilən mətndə informasiya miqdarı ən az nə qədər olacaq? Deməli, bu 361 dəqiqədədir. 64 simvol varsa əlifbada hərəsi neçə bitdir? 6 bit. 200, Neçə dəqiqə 6, yazmışam? 640 dəqiqə. Bunu da 600. vururam 640. Bunu da bölürəm aldığım cavabı 213-ə və salam. Başa düşdük? Başa düşdüm. Ondan sonra 19, 19-20. Qələm qabındakı qələmlər ən minimal əlifbada ikili kodlaşdırılıb. Bir qələmin minimal informasiya həcmi 8 bitdir. Yəni 2 üstü 8 ilə 2-nin üstündə 7 plus 1-in arasında bir dəyər alır. Qələmlərin sayı. Başa düşdün? Çünki 2 üstü 7 7 bit olacaq. 2 üstü 7-dən 1 vahid artıq 8 bitlə kodlaşdırma məcburiyyətindəyik. Aydındır? Bu da eləyəcək 129 256. A'da var. A'da. Aha, başa düşdüm. Ondan sonra 20.
bir sistemə daxil olarkən şifrə 8 simvoldan ibarət olmalıdır və bu sistemdə ilk 4 simvol 26 hərfli ingilis əlifbasının böyük və kiçik simvolları. Deməli 26-nın üstündə 4, düzdürmü? Qalan 4 simvol isə 8-ci say sisteminin rəqəmləri, yəni 8-in üstündə 4. Ümumi həcm olacaq bu. Aha, Yox, sorry. İngilis əlifbasının deyil, böyük və kiçik hərfləri. Onda bu şey bu, 52-nin onu üstündə 26 mı 26 yazılır da. 52 üstündə 4. Hə, başa düşdüm demişdim. 26 böyük hərf var, 26 kiçik hərf. Deməli 54, 52 variant ola bilər də. Hə, 52 böyük, 52 kiçik. şey, okey. Onda başqa çətin qalmadı deyəcəkdim. 28 bölür. 28. 28 ümumiyyətlə yazmamısan. İnformasiya ötürülməzdən əvvəl elə kodlaşdırılır ki, informasiyanın həcmi 50% artır. Nə qədərdir informasiyamız ilkin həcmi? 100 megabayt. 50% artırsa olur nə qədər? 150. 150 megabayt. Hansı sürətlə ötürürəm? 10 vurursan 10 vuraq 220 bit. O da bərabərdir. 150-ni vururam 223-ə, bölürəm 10 vurulsun 220. Bunlar gedir qalır burada 8. Bununla da bu gedir qalır burada 15. Düzdür. 15-də 8-ə vuranda nə qədər eləyəcək? 120. Ha, elə bir şey. Ha, 120. 120 saniyə neçə dəqiqə deyir bizə? 2 dəqiqə. Aha, ben bunu o kadar hesaplamaya çalışacağım. Bir dersiniz çıkmadı. Okey, başa düşdüm. Başqa sualım var. Say sistemini atmışsınız, onu işləyəcəm. Say sisteminin testini atmışam da. Onu işləmək lazımdır. Aha. Bir Burada də buradan o birisini. ikinci bölməsi ilə üçüncü bölməni çatdıra bilsən, işləsən daha yaxşı olar. Tamam, İkinci bölmədə 120 sualdır. Üçüncü bölmədə də 40 sualdır. 2.4 qalsın hələ ki. tamam. Başqa Yine sualın var? çözeceğiz. Əvvəlki Yok, bölmələrdən hayır. qalıb nədirsə? Yok, başqa hər iki qalan sual vesaire. Allah süper. Onda heç nə, bu qalan testləri işte nə vaxt qoşulmalıyıq biz bir də? Benim 5-ci gün sonra gələn ikinci gün. Okey, ikinci günə qədər qutararsan da yəqin ki. Ben yok, sayılmaz. Ay Allah. Onda ikinci gün inşallah saat 8-də görüşərik. Oldu, ben sağ olun. Sağ ol qızım.